Vaxtınız xeyir, aktual gündəm efirdədir. Bu həftə müxtəlif Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, informasiya agentliklərinə, televiziyalara müsahibələri yayımlandı və bir çox məqamlar, həm də gələcək üçün perspektiv məsələlər. Həm biz Dövlət İmtahan Komissiyasının, həm Respublikanın Elm və Təhsil Nazirinin mətbuata açıqlamalarını, müsahibəsi əsasında əsas məqamları müzakirə elədik. Və eyni zamanda səfərbərlik üzrə məsul şəxsində müsahibəsi zamanı bir çox məqamlar, xüsusən də xaricdə təhsillə bağlı olan məqamlar aydınlaşdı və yaxud da aydınlaşdırmağa ehtiyac var. Ümumiyyətlə, yeni dövrün dəbi attestatla xaricdə təhsilə, yəni xarici universitetlərə qəbul olunmaq bir dəbdir və bunun müsbət və mənfi tərəfləri nədir? Bunu bir müzakirə eləyək. Ümumiyyətlə, təhsilin keyfiyyətinə necə təsir eləyir və biz təhsildən danışarkən, təhsil prosesinin özünü müzakirə eləyərkən, xaricdə təhsilin əhəmiyyəti və yerli şirkətlərin, yəni faktik olaraq vasitəçilik eləyən şirkətlərin bu prosesi düzgün anlayıb anlamaması məsələsi var. Bu adi makler yanaşmasıdırsa, bu artıq təhsil deyil. Bu bazardır. Çünki bütün hallarda təhsil şirkətinin yanaşması da fərqli olmalıdır. Çünki fərqi yoxdur. Doğrudur, indi deyəcəksiniz ki, nə fərqi var bazarda, nə satırsan. Amma burada onların satdıqları elm, bilik və gələcəkdir. Bu anlamda onlar məsuliyyəti də dərk etməlidirlər. Edirlərmi? Və ümumiyyətlə, bu yeni məhdudiyyətlər ki, gəlir, müvafiq sənədlər yoxlanılması, bir siyahının olunması. Yeri gəlmişkən, biz bu mövzuda Azərbaycanda Təhsil Nazirliyinin tərkibində, Elm və Təhsil Nazirliyinin tərkibində keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan bir qurum da var. Var. Qadağalar qoymaqda da var. Amma mətbuata və biz konkret də sualı belə qoyduq ki, həm Təhsil Nazirliyinin, həm səfərbərlik üzrə məsul şəxsin müsahibəsi əsasında suallar yarandı və sizin cavabınızı eşitmək istərdik. Onların belə oldu cavabı ki, bizim bu mövzu ilə bağlı fikirlərimiz yoxdur. Görəsən onların fikirləri nə ilə bağlı var? Məncə, ən əsas sual budur və bu sualın da cavabını heç kim, heç özləri də bilmir. Hər halda, bu məsələ ayrıca bir məsələdir və biz bu məsələləri bir gün ayrıca müzakirə eləyəcəyik. Amma hər halda vacib olan sual budur. Ümumiyyətlə, attestatla universitetlərə qəbul, təhsil keyfiyyətinə təsir eləyirmi? Yoxsa onun bir-birinə heç bir aidiyyəti yoxdur. Biz sadəcə olaraq bu sözü şablonlaşdırmışıq ki, attestatla girdisə, vəssalam, bu artıq təhsil deyil, bu başqa bir şeydir. Əslində, gerçək olan nədir? Mən qonaqları təqdim edeyim və biz müzakirə eləyək, gerçəyi birlikdə tapaq. Əmrah Həsənli, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, Bəxtiyar Nəcəfov, Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyi İdarə Heyətinin sədri, İlham Əhmədov, Ali Təhsil üzrə ekspert, doçent. Xoş gördük. Və bizim bir Zoom bağlantımız da olmalıdır. Zoom bağlantımız da var. Zoom bağlantısında Rizvan Fikrətoğlu, karyera və ixtisas seçimi üzrə mütəxəssis. Rizvan bəy, sizi də xoş gördük. Baş verdik, təşəkkür edirəm. Mən sualı birbaşa vermək istəyirəm. İlham müəllim, bəlkə sizdən başlayaq. Qoyulan məsələ, ümumiyyətlə, attestatla xaricdə ali təhsil almaq nəyi pisdir, nəyi yaxşıdır, niyə biz hamımız buna pis baxırıq, amma eyni zamanda burada imtahanlardan keçməyən uşaqlarımızın aqibətini, taleyini orada görürük. Amma burada bir qrup da var ki, həqiqətən də öz gələcəyini, karyerasını xaricin universitetlərində görür. Bu yaxınlarda bizim həmkarımız, yəni jurnalist, tanınmış jurnalist Aynur xanımın, Aynur Camal qızının övladı eyni vaxtda 14 universitetə daxil oldu və kifayət qədər də nüfuzlu universitetlərə daxil oldu və o təhsilini orada davam elətdirəcək. Bu qürurlu bir məqamdır. Belə qürurlu hekayələrimiz də var ki, bizim üçün baş ucalığıdır. Amma hamısı elədirmi? Və mənə elə gəlir ki, elə bizim səfərbərliyə məsul şəxsin də müsahibəsindən belə bəlli oldu ki, burada başqa problemlər var, əskərlikdən yayınmaqla və s. və s. Nədir problemin kökü? Burada bir neçə amil özünü göstərir. Birinci, attestatla qəbul mümkündürmü? Əlbəttə mümkündür. Müxtəlif ölkələrin qanunvericiliyində attestatla qəbul imkanları var. Hətta mən bir neçə il bundan əvvəl bəzi məqalələrimdə yazmışdım ki, bizim ölkəmizdə kütləvi repetitorluğun qarşısını almaq üçün universitetlərimizə attestatla qəbula keçək. Təsəvvür edin ki, biz əgər attestatla qəbul edəsə universitetlərə, heç kəs repetitor yanına gedməz. Hamı məktəbə köhnə qaydalarda olduğu kimi nizam-intizamla gələr, normal tədris keçər,
keyfiyyət, tələbat, idarə etmə, hər şey öz yerinə qayıdar və müəllimin də nüfuzu qalxar məktəbdə, şagirdin intizamlı, təlim-tərbiyə prosesi, digər məsələlər. Xarici təhsildə də yəni attestatla həmin ölkənin qanunvericiliyində elə bir maddə varsa, bu təbii qanun daxilindədir. Hətta elə ölkə daxilində bəzi universitetlərin nizamnaməsində var attestatla qəbul, bəzilərində yoxdur. Yəni, qanun çərçivəsində nizamlanmalıdır. Burada söhbət ondan gedir, attestatdırmı? Bu yaxında Dövlət İmtahan Mərkəzinin hesabatından məlum oldu ki, ortalama bizim məktəb məzunları 40% məktəb materiallarını mənimsəyirlər. Biz Sovet dönəmində və digər ölkələrdə bilirik ki, attestat almaq üçün 60%, ən azı 50% mənimsəmə olmalıdır. 40% mənimsəyən adama attestat vermək olmaz. Bizdə 40% mənimsəmə ilə attestat alan adamlar nəinki xaricdə imtahan verirlər, qəbul olurlar. Bizim öz universitetlərimizdə 150-200 balla qəbul olunan tələbələr var ki, onların elə imtahanını imtahan saymaq olmaz, çünki orada da kifayət qədər keçid balı yığmayıbdır. Və davamı ilə da deməli bu 40% ilə universitetə qəbul olunan tələbə universitet ən yaxşı halda universitet proqramının 20%-ni mənimsəyə bilər. Çünki o fənlər varislik əlaqəsi var. Bəli. O varislik pozulduğuna görə bu gündə 3 mühazirəni oxuyub öyrənsin, yoxsa məktəbdə öyrənmədiklərini yenidən mi öyrənsin? Nə ona vaxt olur, nə buna heç birisini mənimsəyə bilmir. Gəlir 4-cü kursa en dənə kəsirlə gəlir çatır, diplom da ala bilmir. İli də itir, pulu da gedir. Özünü alladı, ailəsini alladı, sonra da yarımçıq gedir hərbi xidmətə, qayıdıb gələndən sonra oxumaq bunun həvəsi olmur, ya da ümumiyyətlə potensialı olmur artıq. Belə problemlər var, ona görə də burada attestatın olub-olmaması, yox, attestat olmasından danışmalıyıq. Yəni verməyə attestat elə uşaqlara? Qayda necədir? Mənimsəmə dərəcəsi olmalıdır. Yox, indi mənimsəyə bilməyib də. Bilməyib, alma. Bilməyibsə, onda müəyyən şərtlər fikirləşməli. Məsələn, ya verilməsin, ya verilsin attestat, amma ali təhsil, orada yazılsın ki, ali təhsil almağa... 11-ci sinifə kimi necə gəlib, əsas məsələ odur. Nədir? 11-ci sinifə kimi necə gəlib? Bu 11-ci sinifdən mənimsəyib attestat almıraq, bu 11 illik təhsilin attestatını alır. Əsas məsələ budur. Sinifdən sinifə əgər yalançı qiymətlərlə, şişirdilmiş qiymətlərdən bir sinifdən sinifə bir şagirdi keçirdiriksə, təbii ki, 11-in axırında da bu nəticələr göz önündə olacaq və İlham müəllimin sözünə qüvvət attestatdırmı sualını biz verəcəyik. Bircə dəqiqə, mən üzr istəyirəm, mən aydınlıq üçün istəyirəm. Əgər uşaq imtahan vermirsə, niyə onu sinifdə saxlayaq? Uşaq imtahan, əgər həmin fənnin, məsələn, bir uşaq 8-ci sinifdədir, həmin fənn üzrə biliyin qiymətləndirilməsində zəifdirsə, mənimsəməyibsə, bu uşağı təbii ki, sinifdə saxlamaq lazımdır. Neçə il? Bəlkə bu bir 10 il mənimsəyə bilmədi. Bəs yaxşı, biz özümüzü alladıq, onda növbəti sinifləri keçirdik, məktəbi bitirək. Mən çıxış yolu istəyirəm. Nədir? Bu xaricdə necə olur? Elçin müəllim, biz xaricdən əvvəl öz keçmiş təcrübəmizə baxsaq, müqayisə üçün. Sovet dönəmində sinifdə qalma da var idi. Neçə il qala bilər? Əgər təhsildirsə, o uzaq başı 1 il qalır. Əgər sənin təhsiliyin normaldırsa, tədris düz qurulubsa, müəllimlər öz yerindədirsə, davamiyyət varsa, o proses elə qurulmalıdır ki, kontingentin 95%-i məktəbi bitirsin, attestat ala bilsin. Bircə dəqiqə. İndi heç sinifdə qalma halları olurmu? Xeyr. Niyə? Hamı yerinə yetirilir. Çünki bilirsiniz necədir? Mən bir dəfə də bu məsələyə toxunmuşdum geniş şəkildə. Bugünkü gündə müəllimin səlahiyyəti qalmayıb. Çünki müəllimin bugün qiymət yazmaq səlahiyyəti yoxdur, əlindən alınıb. Hansı müəllim göstərə bilərsiniz ki, mənə bir uşağa zəif qiymət yazsın və onu sinifdə saxlasın? Valideyn gəlir məktəb direktorundan bir saziş imzalayır, bir işini görür, sonra da müəllimə deyir ki, sən kimsən ki, mənim uşağımın qiymətini zəif yazasan? Məsələ budur. Müəllimə səlahiyyət verməyəndən sonra biz necə deyə bilərik ki, ay müəllim, sən zəif uşağın qiymətini kəs. Yəni, o direktorun təzyiqinə məruz qalacaq. Bunu biz dəfələrlə şahidi oluruq da. Yəni, bu gündəlik qarşılaşdığımız məsələ olmasa da, hər ilin deməli, birinci rübündə və ikinci yarım ilində müəllimlər bundan bağlı bizə məlumat verirlər ki, yəni məktəb rəhbərliyi bizə icazə vermir. Mən bundan bağlı bir sorğu da keçirmişdim. Oradakı rəylərə baxanda kifayət edir ki, demək olar, böyük əksəriyyət müəllim qiymət yazmaq səlahiyyəti yoxdur. Nə deyilir, onu da yazmalıdır. Yaxşı, bax, bu 40% mənimsəmə faktını kim demişdi? Deməli, tələbə Dövlət İmtahan Mərkəzi deyib ki, mənimsəmə
mənimsəməmə, daha doğrusu, mənimsəməmə 60%, 77%, o da mənimsəmə, o da deməli 40%-ə o tarafa Yəni, gəlir. onda bilirlər də konkret hansı uşaqdır, nədir və s. Onun oxuduğu məktəb. Bunu araşdırmaq olar da. Əlbəttə, Məktəbdə nədir problem? kimdə baza var, hər şey orada məlumdur, illər ərzində. Araşdırılıbmı bu illər ərzində? Hər il belə bir hesabat bizim Belə deyək də, ümumiyyətlə, təhsildə son 30 ilin ərzində o qədər problemlər qalaqlanıb ki, və heç biri də vaxtında həll edilməyibdir. Ona görə hansısa bir nöqtəyə biz yaxınlaşıb, o nöqtəni araşdıranda bütün oblastda hər şeyin çürüdüyünü görürük. Yəni, sağlam bir nöqtə yoxdur ki, o nöqtəyə dayaq verib, hansısa problemin həllinə başlayır. Baxın, adi atestatla əlaqə müzakirə başlayır, nə qədər məsələ çıxdı. Bunun davamı ilə ali məktəbə keçəcəyi, ali məktəbdə bundan yaranan hansı problemlər var. Və s. Yəni, bu istəyir xaricdə olsun, istəyir daxildə olsun. Yəni, biz insan kapitalı yaratırıq ölkəmizə. İnsan kapitalı da keyfiyyətli olmalıdır. Yalanla diplom olmaqla bu insan kapitalı olmur ki. Aydındır. Bax, elə indicə Elm və Təhsil Naziri Emin Əmrullayevin çıxışları gəlir və bu çıxış əsasında belə bir məqamı da qeyd edibdir ki, təhsil sahəsində sistemli korrupsiya yoxdur. Razıyam. Nəyinlə razısınız? Yəni, sistemli korrupsiya yoxdur da. Yəni. Mən də az Ya öncə... sistem yoxdur, ya korrupsiya yoxdur. Hansı Bu hissəsindən məsələyi razısınız? mən heç eşitmədim. Az öncə biz də iclasdaydıq. Elə mən iclasdan çıxıb gəlmişəm cənab nazirin. Orada bəli, bir sıra məsələlərə toxunuldu. Elə Bəxtiyar müəllimin sözünə qüvvət. Sistemli korrupsiya bəli, təsirli hal-hazırda yoxdur. Biz 2011-ci ildən əvvəlki dönəmə qayıtsaq, adi bir, sadə bir məsələ çəkirik ki, müəllimlərin işə qəbulu sistemləşmiş şəkildə həyata keçirilmirdi də Elçin müəllim. İndi artıq 2011-ci ildən bu günə qədər müəllimlərin işə qəbulu müsabiqə yolundan, test mərhələsindən həyata keçirilir və siz özünüz bayaq dediniz ki, gedib məktəb direktoruna razılaşırlar. o məktəb direktorlarla bağlı məsələni deyirsiniz. Təbii ki, burada yəni dediyim fakt o nədir bəs? O korrupsiya deyil. təbii ki, korrupsiyadır. Yəni Sistemli deyil. sistemli demək, yəni hər kəs vermirsə sistemli deyil. Yox, Elçin müəllim, hər məktəb direktoru da qəbul eləmir. Yəni 4000-ə yaxın məktəb var. Biz bunun 3000-dən çoxu da bu hal yaşansa buna məncə sistemli deyil. Yox, elə deyil. Sistemli, birincisi bizim təhsildə sistemli problemlər var. Əgər problemlər sistem xarakterindədirsə və üzə çıxmırsa 30 ilin ərzində, deməli bunun hansısa yollarla ört-basdır eləyirlər. Buradan da ehtimal yaranır ki, onu elə sistemli problemləri sistemli korrupsiya ilə ört-basdır eləyirlər. Amma hansı səviyyədədir? Bunu dövlət qurumları var, araşdırsınlar. Məsələn, məktəblərdə 9, 10, 11-ci sinifdə dərs yoxdur. Bakı məktəblərində 10%, 15% davamiyyət var. Bunu davamlı olaraq yoxlasınlar, izləsinlər, bütün siniflərə kamera qoysunlar. İnternetə qoysunlar, şəffaf şəkildə istənilən vətəndaş, istənilən məktəbin, istənilən sinifinə onlayn nəzarət eləsin. Baxsın ki, yazsın ki, filan məktəb, filan sinif, 30 şagird Bu hə. var. olsa amma qəbul nəticələri çox aşağı düşəcək İlham müəllim. Yəni biz olmasa bugün bir dənə 700 balımız varsa... Biz problemləri həll eləmək istəyirik. Əlbəttə ki, xəstəni müalicə eləmək üçün təzə-təzə o qan da itirəcək, təzyiq də düşəcək. Nədir kökündə duran məsələ? Kökündə duran məsələ odur ki, yəni İlham müəllimin o sözünə qüvvət, hal-hazırda Dövlət İmtahan Mərkəzinin o müəyyən qəbul proqramından bizim ümumi təhsil məktəblərində olan tədris vəsaitlərində, dərs vəsaitlərində olan proqram uyğunluq təşkil etmir. Başa düşürsünüz? O problem həll olmalıdır. Yəni, bilirsiniz nəzədir? Onu bəlkə sürünü şəkildə eləyiblər, hamı repetitorun yanına getsin. Ümumi təhsil məktəblərində yerimək öyrədilirsə... Dərslik siyasətini reallaşdıranlar. Təsəvvür eləyin, necə ola bilər ki, 30 ilin ərzində biz bir fəndən bir normal dərslik yaza bilmədik. Bu gülməlidir. Burada nə var ki? Yaza bilmirik. Bəlkə məqsədli şəkildə yazmırıq ki, uşaq heç nə oxuyub anlamasın, getsin repetitorun yanına. Kimsə yazdı mı, bu qəbul edilmədi mi? Yox, bilirsiniz necədir? Yəni, repetitorluq fəaliyyətindən başını qaldırıb, bir müəllim gəldi, kitab yazdı, Təhsil Nazirliyinə verdi, Təhsil Nazirliyi baxdı və dedi ki, yox, bu yaxşı deyil, qəbul eləmədim. Belə bir əlimizdə fakt varmı? Deməli, belədir müəllim. Əvvəla dərslik yazmaq, məqalə yazmaq deyil, ona illərlə vaxt lazımdır. Tamam. Yəni, bütün işləri qoyursan. 30 il keçib. Bəli, bütün işləri qoyub onunla yaz. Və bu adamda da heç 1% də ümid yoxdur ki, bunun dərsliyinə obyektiv baxacaqlar, verəcəklər. Çünki o dərsliyə qonorar verirlər.
qanarları kənardan gələn yaxşı dərslik yazan yox, doğma əziz dosta verirlər. Valla Təhsil Naziri açıq şəkildə bundan qabaqki müsahibəsində də deyib ki, dərsliklərlə bağlı olan qisminə deyirəm, vurğulayıb ki, dərsliklər çap edilmədən əvvəl bütün ictimaiyyətə açıq şəkildə verilir. Kiminsə mənfi fikri varsa, çapdan qabaq çox xahiş edirik, mənfi rəyini bildirsin. İkinci də kim bu mövzuda bizə dəstək olmaq istəyirsə, biz Təhsil Nazirliyi olaraq o adamı dəstəkləməyə razıyıq. Əgər bu günlərim ətrafımızda elə bir adam varsa ki, bu dəstəkdən yararlanmaq istəyib və Təhsil Nazirliyi buna blok qoyub, o zaman bu mövzunu qabarda bilərik. Amma bu günlərim əgər müəllimlər dərslik yazmaq istəmirsə və ya kimsə buna zaman ayırmırsa, bunu Nazirliyin problemi kimi dinləndirmək də biraz... Yox, Nazirliyin funksiyası dərslik siyasətini həyata keçirməkdir. Və o, mənə sizə kimlərəsə ümid olub dərslik yazdırmamalıdır. O, ən keyfiyyətli müəllifləri seçməlidir. Nəzarət eləməlidir, bütün mərhələlərdə, son mərhələdə qiymətləndirməni həyata keçirməlidir ki, normal dərs. Nətər olur, bütün dünyada hər yerdə normal dərslikdir, biz 30 ildə yaza bilirik. Yox, o indi dünyanın sistemində olan dərsliklərdə yoxdurmu nöqsanlar? Bəxtiyar müəllim, indi... Yox, bizdəki biabırçılıq yox. Heç nöqsan olub deməmisinizmi ki, burada bir nöqsan var? Var, niyə yoxdur ki? Bizdəki biabırçılıq nədir İlham müəllim? Bizdəki mətnlər uşaqların yaşına uyğun deyil. Cümlələr bəzi hallarda anlaşılır. Deyir ki, nazir ictimai müzakirədə iradlarınızı bildirir. İcazənizlə bir şey demək istəyirəm. İlin əvvəlində Azərbaycan Respublikası Təhsil İnstitutunun deməli, müvafiq qərarı ilə bir sayt yaradılıb. Dərsliklərin ictimai müzakirəsi ilə bağlı sayt var. Bəli. İstənilən Azərbaycan Respublikasının vətəndaşı ələlxüsus təhsil sahəsində olanda, yəni mən ayrı bir sahədəyəmsə, mən təhsildən başım çıxmayıb, gəlib orada mən bir fikir irəli sürə bilmərəm. Mən təhsil sahəsində fəaliyyət göstərirəmsə, müəlliməmsə, universitetlər çalışıramsa, bu kitabın 5-ci səhifəsində hər hansısa bir səhifə düzəldəcəmsə, bu mənim millətimə, millətimin övladına xeyirdir. Mən bunu niyə gözləməliyəm ki, Təhsil Nazirinə pul versin? Dərsliyə biabırçı demək də biraz bilmirəm. Yox, o düzgün bir yanaşma deyil. Üzr istəyirəm. Əgər bir Azərbaycanda bir sosioloji sorğu keçirilsə, valideynlər arasında, müəllimlər arasında hətta və şahidlər. Mən əminəm ki, 60%-dən çoxsu dərsliklərdən narazı olacaqdır. Yəni, mən izləyirəm davamlı sosial şəbəkələrdə rəyləri, yazıları, müzakirələri belə. Təbii ki, sinif çoxdur, dərslik çoxdur. Üst-üstə götürəndə bir 15-20 fəndən bir 100-dən artıq dərslikdir. Hamısını səhifə-səhifə oxuyub baxmaq mümkün deyil. Xüsusən də mənim elə bir məqsədim yoxdur, missiyam yoxdursa. Amma mahiyyət budur ki, ortaya çıxan dərsliklər keyfiyyətsizdir. Yox, bax, bunu nə ilə ölçdünüz? Bax, ölçü vahidi nədir? Onu soruşmaq istəyirlər. Necə bildiniz keyfiyyətsizdir? Ölçü vahidi odur ki, əgər uşaq sərbəst şəkildə oxuyub öyrənə bilmirsə, repetitor yanına getməyə ehtiyac duyursa, eyni zamanda qəbul imtahanı proqramı ilə dərslik məktəbdə keçiləndən... O başqa mövzudur. Bilirsiniz necədir? Proqram başqa, dərslik başqa, o başqa məsələdir artıq. Bilirsiniz necədir? Elçin müəllim, Qaxın hansısa bir kəndində, Şəkinin bir kəndində, Bakının mərkəzində bir nəfər bizə hər hansısa bir rəy verirsə ki, İlham müəllim deyir ki, mən sosioloji bir sorğu keçirdirəm və s. Biz, təhsil elə bir sahə deyil ki, hər hansısa bir vətəndaş deyir ki, müəllimlərin sertifikasiyası prosesi bu il bitdi də, 5 illik dövrü bitdi. Soruşsaz hansı müəllimdən, deyəcək ki, 20 ilin müəllimini imtahan eləyərlər. Yaxşı, biz onda o fikirlə gedək, təhsildə heç bir iş görməyək, heç bir addım atmayaq. Dünya təhsil sistemində, Avropada, digər inkişaf etmiş ölkələrdə təhsil hansı pillədədir, orada təhsil gündəmi, hansı mövzular müzakirə olunur, bizdə də 20 ilin müəllimini imtahan eləyərlər mövzusu gedir. Başa düşürsünüz nə demək istəyirəm? Yəni biz kiminsə fikrinə qulaq assaq... İlham müəllim, 20 ilin müəllimini imtahan eləməzlər ki... Bir dəqiqə, bayaq mən dedim, təhsilin bütün sahələrdə kompleks problem. 20 ilin əgər müəlliminin elmi səviyyəsi aşağıdırsa, birincisi o müəllim bayaq dediyimiz məktəbdə oxuyub attestat alıb. İkincisi, həmən nazirliyinin nəzdində olan universitetdə oxuyub, imtahan verib, dövlət imtahanı verib. Üçüncüsü, həmən o nazirliyin xətti ilə bu işə qəbul olunub hansısa formada. Dördüncüsü, bu müəllimlər fasiləsiz təkmilləşmə keçməlidir. Bu illər ərzində... Keçməyib də, indi keçməyib. Onlar hamısı vaxtında yaxşıdır, indi geri qalır. Olmayanda... Lazımda bu şirkətlərə... Mən xahiş edin, dostlarınızdır, siz də tanıyırsınız hansı şirkətdir. Mənim 2-3 dənə qohumum var, attestatı var. Onları doktorantoriya eləyək də, yəni boş durublar onsuz da. Elçin müəllim, necə nəzarət eləyək? Keyfiyyətin idarə edilməsi bir elmdir.
bütün sahələrdə, səhiyyədə, turizmdə, ictimai yaşam, təhsildədir. Bu böyük bir elmdir. İndi bilmirik o elmi. Yaxşı, neyniyək? Bizim agentlik var axı, 15 ildir o agentlik nə ilə məşğul? O agentlik bu günə qədər ölkənin bütün universitetlərində keyfiyyətli təminat sistemini qurmalıydı. Qurmuyub. Qurmuyub. 15 ildə bəs neyini bil, Həmələ? Əgər o qursaydı, keçən il nazir deyir ki, bizim universitetlərdə keyfiyyətin təminat sistemi zəifdir. Yəni, mən bildim, 15 ildə bəs neyini bu agentlik? Hesabat versin, neyiniyib də? Mən deyim, neyiniyib? Deyil. Baş nazir bu yaxında dedi ki, bizim universitetlərin diplomlarını hətta qardaş Türkiyədə tanımırlar. Bu çox böyük bir həyəcanlı siqnaldır. 2 ay keçib, nə nazir, nə də agentliyin sədri bununla əlaqəli heç bir açıqlama verməyib. Nətər ola bilər ki, bir ölkənin Bəxtiyarla elədir. Xeyr. Əli Əsədov belə bir açıqlama verdi. Tamam, bir-iki, orada ola bilər ki, yanlış informasiya var. Çünki bir-iki universitetə çıxmaq şərti ilə Azərbaycandakı bütün universitetin diplomları bütün dünyada tanınır. Tanınma meyarları fərqlidir. Məsələn, Tibb Universitetini Türkiyədə tanıtmaq üçün onların... Bir dəqiqə, o bir-iki universitet hansıydı çıxdınız? Yəni, o mövzuya toxunmaq istəmirəm. Əvvəlki onlar yəqin ki, bağlanıb da. Beynəlxalq akkreditasiyadan keçməyən universitet dünyada nətər tanına bilər? Bizim bir universitetimiz Bologna prosesində qəbul ola bilməyib hələ. Heç bir universitetimiz. Tamam. Niyə ola bilməyib? Çünki beynəlxalq akkreditasiyadan gəlib dəvət edib keçməyiblər də. Onların da dəvət olunması üçün universitetin keyfiyyətli təminat sistemi olmalıdır. Onlar gəlirlər universitetlər, keyfiyyətli təminat sistemini yoxlayırlar. Universitetin keyfiyyətli təminat sistemi qurduq. Bütün Azərbaycandakı universitetləri quraq. Orada bu işi anlayacaq Azərbaycanda nə qədər kadr var? Qurmaq təkli sənədləri hazırlamaq deyil ki. O insanları bütün bu sənədlərlə tanış eləmək ki, universitetdə keyfiyyət mədəniyyəti yaratmaq lazımdır. Yəni, hər bir... Bunu kim yaradacaq? Həmin agentliyin rəhbərliyi ilə keyfiyyət siyasəti müəyyən olunmalıdır, universitetlərdə bu modellər qurulmalıdır, tətbiq olunmalıdır və həmin o beynəlxalq akkreditasiya nətər yoxlayır? Gəlir universitetə, universitetin bütün şöbələrini, tələbələrini, müəllimləri yoxlamır. Baxır, bütün keyfiyyətli təminat sisteminin sənədləri yerindədir. Bütün normativ sənədlər, dövlət standartlaşma agentliyindən təsdiq olunmuş bütün sənədlər var. Təsadüfi qaydada 2 dənə kafedrə, 2 dənə dekanlıq, 2 dənə şöbəni götürür. Bəli. O tələblərə uyğun olaraq 100% bütün tələblərini bir-bir yoxlayır. Əgər hamısı yerindədirsə, universitet akreditasiyadan keçir. Əgər yerində deyilsə, keçmir. Bizim heç bir universitetimiz əgər akreditasiyadan keçməyibsə, necə tanınır diplomları? Bəxtiyar müəllim? Tanınır. Bu necədir? Bəs deyirəm, sualdır. Çünki Azərbaycan dövlətindən akreditasiyadan keçib deyə, Türkiyə məsələn ikili işbirliklər var da dövlətlər arasında. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası. Amma bütün dünya demək deyil axı. Bütün dünya, yəni mən Azərbaycan diplomunun hələ dünyada keçmədiyi bir ölkə görməmişəm. Yəni əgər belə bir fakt varsa mənə biri göstərsin. Rizvan müəllim. Bu fərqli proseslər var. Məsələn, Azərbaycanda Tibb Universitetinin məzunu gedib Türkiyədə həkim işləyə bilmir. Yəni STS deyə olan səviyyə tespit sınavı deyə sınav var. Bizdə də elədir ki, Türkiyəni bitirib gəlib burada işləyə bilməz. Bəli, işləyə bilməz. Yəni tibbdə məsələn, amma bu məsələn elə bir dövlət universiteti və ya özəl universitetimiz yoxdur ki, oradan məzun olan hər hansı bir tələbə dünyanın istənilən bir ölkəsində təhsil pilləsini davam elətdirə bilməsin, iş tapa bilməsin, mütəxəssisdirsə də bu üçün ayrı tərəfidir. Yəni diplomun tanınması ayrı bir tərəfdir. Bəli. Məzun olub mütəxəssis olmamaq bu ayrı bir tərəfdir. Amma diplomların tanınmasında bir sıxıntımız yoxdur. Yəni elə bir mən üzr istəyirəm. Beynəlxalq akkreditasiyanın alınmasının önəmi nədir? Dünyada tanınmaq üçün çox önəmlidir. Amma beynəlxalq akkreditasiya alınması üçün də əvvəlcə gərək, məsəl üçün, deyək, mühəndislikdən almaq istəyirik. Axı, bugün Azərbaycan universitetlərində mühəndislik təhsili beynəlxalq akkreditasiya alınacaq səviyyədə deyil. Hansı təhsil alınacaq səviyyədədir? Hansı ixtisas? Birinin adını deyil. Baxın, mən bir-iki dənə universitet, Bakı Ali Neft Məktəbi, Ada Universiteti, bunları ayırıram, yeni qurulanları. Bunlar akkreditasiya alıb, Ada Universitetində beynəlxalq akkreditasiyalar var, Bakı Ali Neft Məktəbində var. Onlar da proqramları alıblar. Onsuz da proqram alırsan da, yəni universitetdə... Yox, mexanizm də axı, keyfiyyət, biz nəzarətdən danışırıq. O proqram onun məzmununu göstərir. O məzmunun realizasiya eləməsi üçün bütün proseslərin keyfiyyət təminat olmalıdır. İndi burada qatırlar. Mən Bakı Ali Neft Məktəbinin
və Azərbaycan Diplomatik Akademiyasının təhsili məncə kifayət qədər yaxşıdır və get-gedə pillə-pillədə reytinq sıralamalarında həqiqi reytinq Biz onları qəbul edirik. Bu edirik. Digər universitetlərimizin lideri. Amma söhbət gedir keyfiyyət mədəniyyəti təhsildə. Biz Davam edir, İntihar aktual eləsin, gündəm ona davam da edir. söz- Gördüyünüz kimi reklam vaxtı da studiyamızda çox qaynar müzakirə gedir. Əslində İlham müəllim hətta reklam vaxtı belə bir fikir də söylədi ki, xüsusən də Bəxtiyar müəllimə ki, o mövqeyini çox ciddi dəyişib və daha çox təhsil nazirinin və nazirliyin vəkili kimi çıxış edir. Maraqlıdır. Niyə belə qənaətə gəldiniz? Mən bayaq baş nazirinin fikrini söylədim diplomların tanınması ilə bağlı. Və dedim ki, əgər baş nazirinin sözü həqiqətdirsə, nazirlik açıqlama verməlidir. Niyə belədir? Əgər onun sözündə müəyyən qədər qeyri-dəqiqlik varsa, yenə açıqlama verməlidir ki, bu hissəsi belədir, bu hissəsi belədir. Amma heç bir məlumat yoxdur nazirlikdən, tam sükutdur. Bəxtiyar müəllim neynəsin? Bəxtiyar müəllim isə deyir ki, elə deyil, bizim diplomlar hər yerdə dünyada tanınır. Bəli. Yəni, hər yerdə tanınan diplomlar haqqında ölkənin baş naziri heç vaxt belə söz deməz. Bu bir. İkincisi, əgər hər yerdə tanınırsa və Türkiyənin diplomlarını da biz tanıyırıq, müəllim deyir ki, diplomların tanınması haqqında. Bizdə diplomların tanınması haqqında müqavilə Ukrayna ilə də, Rusiya ilə də, Qazaxıstan, Türkiyə ilə onda agentlik heç kəsi, oradan diplom alıb gələn heç kəsi imtahan etməməlidir. Ona görə ki, həmən ölkədə o universitet akkreditasiyadan keçib, o diplom, nostrifikasiya alıb, həmən tələbə orada oxuyub, bizim deməli, diplomun tanınması ilə bağlı qoyduğumuz bütün şərtlər ödənilir. Ondan sonra sən cəmaatı imtahan eləyib, get-gəl, imtahan haqqını da qalxızırlar, narazılıqlar yaranır. Məsələn, bunlara ehtiyac yoxdur. Əgər biz oradan gələnlərin diplomunu imtahan eləyiriksə, Türkiyədə oxuyub... Demək, tanımırıq ki, imtahan edir. Belə. Eyni zamanda da nazirlik yazır ki, filan Türkiyədə hələ deyirəm, filan universitetlərdə biz diplomlarını tanımayacaq. Türkiyə bu universitetləri tanıyırsa, Türkiyədə qeyri-qanuni fəaliyyət göstərə bilməz. O bizdə idi 30 il əvvəl bizdən 200 dənə özəl universitet açıldı. Onun lisenziyası vardı, 190'ının yox idi. Aydındır. O da hüquqi dövlətdir. O da heç vətəndaşdır. Elə bir o sualı onlara vermək lazımdır. Amma bayaq siz dediniz hansı mexanizmlə, məktəb təhsilinin keyfiyyəti hansı mexanizmlə? Keyfiyyət, bayaq mən dedim, keyfiyyət bir elmdir. 4 il keyfiyyət üzrə menecerlik ixtisası oxuyurlar, bakalavr, bunun magistr var və s. Sadə yanaşsaq, təhsil sisteminə baxsaq, təhsil sistemində çox elementlərdən ibarətdir. Biz biraz böyük modulda götürsək, təhsildə 3 dənə blok var. İdarəetmə sistemi, tədris metodik təminat, kadr təminatı. Bunların da alt qrupları var, mən bu ümumi deyirəm. Keyfiyyət olması üçün bu 3 dənə modulun 3'ü də keyfiyyətli olmalıdır. Tədris metodik təminatdan danışdıq ki, dərsliklərdən problem var, elektron resurslar azdır, əl çatanlıq azdır və s. Ümumən uşaqların deməli, oxuduqları materiallar Dövlət İmtahan Mərkəzinin çap elədiyi kitablardır, nəinki Təhsil Nazirliyinin dərslikləri və digər metodik vəsaitlər. İdarəetmə sistemi çox bərbad haldadır. O cümlədən də bayaq dedik ki, kim eləməlidir, nə eləmir. Onlar eləməlidir, eləmir. Çünki idarəetmə sistemini düz qurmayıblar. Əgər universitetdə keyfiyyətli təminat sistemi yoxdursa və nazirlik bu modeli qurmayıbsa, lazım olan 10 minə qədər sənəd var universitetlərdə keyfiyyətin təminat sistemi bütün paketi 10 min sənəddir. Bunun hamısı hazırlanmalıdır, təsdiq olunmalıdır, universitetlərə paylanmalıdır və universitetlərdə də hər ixtisas üzrə, məsələn, hansı şöbə 20 dənə buna aiddir. Müzakirəmizi bizim Zoom bağlantısında Amerikadan Qoşqar bəy də olmalıdır. Hazırdırmı? Davam edək. Burada məsələ gəldi, o məqama çatdı ki, və mən də bu sualı mütləq ünvanlamalıyam. İlham müəllim, siz ümumiyyətlə xaricdə təhsilin olmasının tərəfdarısınızmı? Bu sayda olmasını? Bəli. Yox, sayda olması deməli, ümumiyyətlə, bayaq da söhbət getdi. Bugün dünyada belə bir tendensiya gedir. Artıq 25 ildən artıqdır. Kütləvi ali təhsil. 2000-ci illərin əvvəllərində Rusiyada deməli, bir ildə olan məktəb məzunlarının sayı 1 milyona yaxın idi, 950 minə qədərsə. Universitetlərdə qəbul pulu 1 milyondan artıq edir, 1 milyon 100 min məsələn.
Yəni başqa ölkələrdə, Türkiyənin özündə də, İranda da hər yerdə ali təhsil kütləviləşir. Amma bu o demək deyil ki, məktəbi çox zəif bitirən insanları biz pulan yerləri boş qalmasın deyə universitetlərə yerləşdirər, yeni-yeni universitetlər aşağı və s. Biz əvvəl... Axı biz də sayını artırdıq qəbulun. Yox, qəbul planının sayını artırdıq, amma ondan insan kapitalı formalaşmır da. İnsan kapitalını biz gözlədiyimiz kimi neft kapitalı... Adamla ilişkisi var, ona görə tərifləyir və ya təhsil nazirindən grant almayıb. Mən eksperti deyiləm. Qoşqar müəllimin bir dənə mən fikrinə münasibət bildim. Qoşqar müəllim çox gözəl Bir dəqiqə müəllim, o müəllimin sualına mən cavab verim. Müəllimin dediyi məsələyə bağlı. Mən hal-hazırda bir layihə üzərində işləyirəm. Süni intellekt əsaslı karyera naviqasiya platforması. Bu deməli, süni intellekt əsasında uşağın bütün mövcud psixodiagnostik testlərlə kompleks diagnostika qoyur, məktəb biliklərini bazadan qəbul eləyir, onun əsasında o uşağın inkişafı üçün tövsiyələr verir, bu məktəb səviyyəsində. Daha sonra universitet səviyyəsində artıq ixtisas təhsili və əvvəlki performansın əsasında gələcək karyerasını verir. Daha sonra əmək bazarı bilirsiniz, sürətlə transformasiya olur, peşələr bağlanır, yox olur, yeni peşələr yaranır. Bu sistemə çox böyük ehtiyac var. Bu böyük bir layihədir. Çox böyük layihədir. Əslində bu insan kapitalının yaradılması üçün olan Azərbaycan üçün insan kapitalının yaradılması üçün bir dövlət proqramı səviyyəsində olan bir layihədir. Çox böyük layihədir. Burada da 20-30 adam işləməlidir və azı 1 il, 2 il işləməlidir. İndi müəllim deyir ki, siz onlardan qrant istəyirsiniz. Mən bu layihəni pulsuz eləmək mümkün deyil axı. Mən 20 il əvvəl... Müəllim, bacardığınızı eləyir. Mən sizə demirəm, siz ancaq pul istəyirsiniz. Müəllimlə münasibətdə istər məktəb daxilində, istər karyera istiqamətində hər tərəfli dost olmalıdır. Bu layihəni biz daha da genişləndirsək, bütün məktəblərdə hələ də pilot layihədir. O işi mən 1992-ci ildə eləmişəm, siz qoyduğunuz məsələni. Deməli, vaxtı ilə Sovet dönəmində ali məktəblərdə sənət qəbulu olanda peşə yönümü söhbəti var idi. Abituriyent gəlirdi, dekanla söhbət eləyirdi və dekan müəyyən edirdi, bu pedaqoji universitetə uyğundurmu, ixtisası düz seçibmi. Peşə söhbətindən sonra onu konkret yol göstərirdi. Və eyni ilə də məktəblərdə də peşə yönümü üzrə məsul şəxslər vardı, eləyirdi. 92-ci ildə biz bunu elektron test sistemi yaratdıq. Deməli, minlərlə adam gəldi, peşə yönümü ilə bağlı, həmən o elektron test sisteminə, psixodiagnostik sistemindən keçdi. Onun əsasında printer, 92-ci ildən danışdım, 34 il əvvəl. Printerdə çap olunurdu, onun bütün psixodiagnostik portreti, həmən o... Təhsil deyirsiniz bunu eləməyi? Tamamlayın, sonra başa salaramsa. Əlindəki testlə gedən... Adam məktəbdən danışır, universiteti... Abituriyent kimdir? Abituriyent məktəbi bitirəndir də. Yox, dekan deyirsiniz, dekan universiteti... Dekan da abituriyent dekanla gəlir sənətlərin... O artıq gecdir. Yox, orada gecdir. O proses əvvəldən başlamalıdır. Məktəbdən başlamalıdır, məktəbdə olmayıb, universitetdə isə var idi. O dekan da orada bariyer idi ki, yerini bilməyən uşaq ixtisasını səs salmasın. Bizim problem odur ki, biz elə bilirdik Amerika açmışıq. Sənin Amerikada bu çoxdan var imiş. Peşə yönümü işi 150 il yaşı var. Peşə yönümü işinin 150 il yaşı var. Sənayeləşmə dövrü yox, var. Bizdə də var. Bizdə Sovet dönəmində Əmək Sosial Müdafiə Nazirliyinin böyük departamenti var. İndi də Əmək Nazirliyində böyük şöbə var bu işlə. Şöbədən danışmırıq. Məktəblinin dostu, ona öyrədən, onun əlindən tutan ki, səndən yaxşı heykəltaraş olar, yaxşı iqtisadçı olar, yaxşı biznes adamı olar. Mən neyinlə məktəbi peşə yönümü işin kökü budur da. Təkcə peşə deyil axı bu. Bəlkə yaxşı tədqiqatçıdır, mühəndis, ixtiraççıdır. Aydındır. Arxitektordur, hamısı peşədir də. Məktəbdən sonra peşəyə gedir. İnsan müxtəlif, İlham müəllim, insan əslində müxtəlif dövrlərdə kamilləşir, özü müstəqil qərar verə bilir. Yəni 9-cu sinifdə qərar verir Amerikada, amma o son qərar deyil hələ. Yəni gəlib 1-ci sinifdə məsələn dəyişə də bilər qərarını. Deyir ki, mən məsələn texniki sahəyə getmək istəyirəm. O yaşda peşə maariflənməsi olur. Peşə maariflənmə, peşələr haqqında məlumat verilir ki, uşaq düzgün seçim eləsin. İndi burada artıq bu işin bir tərəfi də gedir, təmayülləşməyə gedir. Amma universitetlərimizdə karyera mərkəzləri var. Karyera mərkəzləri ilə bağlı ADA Universitetində mənim bir tələbəm elmi iş yazdı, magistratura. O elmi iş yazarkən mən də Azərbaycandakı vəziyyəti öyrənmiş oldum. O dataları toplayarkən mən də onu görmüş oldum. Karyera mərkəzlərimizin fəaliyyəti Azərbaycanda
qənaətbəxş deyil. Yəni mövcud universitetlərimizdə var. Amma orta məktəb şagirdinin bir qismi bəzən gecdir, artıq universitetdə ona karyera konsultasiyası verilməyi. Həm də universitetdə artıq onun magistratura təhsili üçün məsləhət verilə bilər. Yəni elmi karyerası üçün və s. haqlısınız. Çünki karyera mərkəzində oturanlar gözləyirlər ki, kimsə gəlib onlara müraciət eləyir. Bax, bu yanaşma səhvdir. Burada bir dənə Bir sual, elə yeri gəlmişkən, yaxşı sözü götürdünüz. Karyera mərkəzlərinin işi fərqlidir. Yəni o Ona məktəblərlə gələcək, bircə dəqiqə. tamamilə fərqli işə baxırlar. Siz təmayül məktəbi oxumusunuz. Bəli. Kim sizə apardı ora qoydu və neçənci sinifdə? Atam qoydu. Neçənci sinifdə? 7-ci sinifdə. Özünüz istəyirdiniz kimyaçı olasınız? Yox, mən özüm istəməmişəm, yönləndirilmişəm. Bu gün də Bəxtiyar müəllim kimya üzrə artıq müdafiə də eləyibdir, professorluq dərəcəsi də alıbdır, amma kimyaçı olmaq istəmir. Bu gün də olmaq istəmir. Çünki təhsilin təşkili və s. istiqamətində öz istedadını daha çox görür. Mən sizin nümunənizdə nəyi göstərmək istəyirəm? Sizin o keyfiyyətinizi orta məktəbdə aşsaydılar, valideyninizə də dəstək olardı. İndi deyimsə, əslində açmışdılar. Aha, mən getmədim. Hə, buradakı məsələ tamamilə fərqli idi. Mənim əgər karyerama gəlsək, bu kiçik bir nüansı deyim. Mən 10-cu sinifdə bizim riyaziyyat müəllimi Elman müəllim vardı, məktəbimizdə işləyən. Atama dedi ki, mən 4-cü qrupa hazırlaşırdım tibbə. Dedi ki, bu uşaq idarəçi olmalıdır, bu uşaq tibbə getməməlidir. Tibb ümumiyyətlə buna, amma kimyadan da olimpiyadalara qatıldığım üçün bir resim müəllimi də düşürdü ki, tibbə getməliyəm. Elə oldu kimyaçı oldum, amma bu təhsil sahəsinə girişim əslində həmişə kimyaya maddi olaraq dəstək olmaq üçün olub. Yəni mən təhsildə işləyib əksinə olmalı idi əslində. Dəstək olmaq üçün olub və elm pul gətirər. Bir müddət sonra isə baxdım ki, iki sahədə də artıq gedir bir iş. Yəni iki sahədə. Mən misal kimi dedim. Kimyaçının bu gün yəni alimliyi. Yəni həmin dövrdə təmayül, bayaq dedi, Qoşqar müəllim deyir, təmayül. Bizdə də var idi təmayül məktəblər. Amma biz uşağımızı tanımadan aparırdıq o təmayül məktəbə. Amma tanıyıb da getməsi artıq fərqli bir şeydir. Baxın, bu günləri mənim övladım biz Türkiyədə təhsil alıb, Azərbaycanda da hər ikisində özəl məktəbdə təhsil alıb. Azərbaycanda da adına tanınan bir özəl məktəbə gedib, Türkiyədə də. Yəni mən ikisində böyük uçurum görmüşəm. Yəni Türkiyədə mənim övladım ibtidai sinifdən müəllimlər gözləmləyib, nəyə istedadı olduğunu bilib, bizə demədən məsələn, beynəlxalq rəsm yarışına göndəriblər övladımızın əsərin və ikinci yer olmuşdu. Məsəl üçün, 4000, dünyanın 130 ölkəsindən 4000 şagirdin qatıldığı və özündən də yaşca böyülən ikinci yer olmuşdu. Bunu mənə müəllim deməmişdi. Müəllimlər orada kəşf etmişdi bu uşağın ki, belə bir istedadı var rəsmə getmədən. Amma gətirdim... Sizə rəy alıb almamaq? Bəli. Biz qalib gələndə bildik ki, belə bir yarışmaya belə bir göndəriblər və bunun daha maraqlısını deyim, o uşaq həmin yarışdan qalib gəldikdən sonra bir il gəldi Azərbaycanda təhsil aldı. Bir il ərzində bunu heç kim fərqinə varmadı. Yəni, orada dərs keçən müəllimi də, rəsm müəllimi də, musiqi müəllimi də. Yəni, bu oradan başlamalıdır. Oradan nəzarət oradan başlamalıdır. Fikirlərimizin yekunu kimi öncə hamınıza təşəkkür edirəm. Vaxt ayırdınız, gəldiniz. Amma mən düşünürəm ki, Qoşqar müəllimin bu verilişə həm də bir qatqısı oldu ki, Amerikada səhər saat 5-dir, bu vaxt o qoşulubdur. Ona öncədən təşəkkürümüzü bildirirdi, indi bir də bildirək. Amma həqiqətən də dəyərdir bu əziyyətə, çünki siz bir maraqlı model göstərdiniz. Mən düşünürəm ki, bu model əslində Bəxtiyar müəllim də bilirdi. Yəqin bizim Emin müəllim də bilirdi, amma sadəcə olaraq nəsə bu məsələyə toxunmamışdılar hələ. Daha əvvəlki verilişlərdə toxunmuşduq. Amma indiki situasiyada mənə elə gəlir ki, bu çox gözəl bir metoddur və bunun da üzərində işləmək lazımdır. Mən arzulayardım bizim təhsil problemləri ilə məşğul olan təhsil institutu və yaxud da digər pedaqoji elmlərin sahələrinə məşğul olan insanlar bu ətrafda düşünsünlər və yəqin ki, bu ixtisas da ayrıca açılmalıdır. Mən buna bağlı müəyyən araşdırma aparıb, yaxın günlərdə çox bəyəndim. Bir rəsmi şəkildə təklifi təşkilatımız adından da nazirliyə və məncə bu mövzunu ayrıca da bir müzakirə eləmək olar təhsil işçiləri ilə birlikdə və düşünürəm ki, bunun da bir faydası olar. Hər halda bir model göstərdi. Yəni, biz indi bayaqdan burada hər şeydən danışdıq. Qrantdan da danışdıq, ayrılan və ayrılmayan qrantlardan, puldan və ayrılmayan pullardan və s. Amma bir yol xəritəsi göstərə bilmədik. Çox təəssüf. Mən buna təəssüflənirəm. İlham müəllim, mən gözləyirdim sizdən bir yol xəritəsi. Amma nəsə... Nəyə dair?
Biz verilişi başlayan nə ilə bağlı danışırdıq? Müəllim, milli yol xəritəsi böyük elmi tədqiqat tələb edir. Burada bir nəfərin 15-20 dəqiqə düşünmə, müzakirəsi ilə belə ciddi Milli şeylər... yol xəritəsi demədim axı. Ən az bu problem ətrafında düşünmək üçün bir yol xəritəsi ki, bu istiqamətdə Belə düşünək. deyək də, təhsildə o qədər problem var ki, hər biri haqqında mən illərlə, aylarla düşünüb yol Yaxşı xəritəsi verə eləyirsiniz. Mən bilmərəm. bir şey demirəm. Demirəm verin. Mən konkret bu rəqəmsallaşma ilə problemlə təhsildə nə qədər təkliflər vermişəm, distant təhsillə, keyfiyyətin təminatı ilə və s. Yəni, hər şey, təhsil institutu var. 50 universitet sual var. qoyaq onun arxasına, yoxsa yox o cümləyə? Yəni, onlar məşğul olmalıdır. Olmurlar. Olmurlar. Bax, budur Onlar da məsələ. belədir. Bu adamlar, yəni məsul şəxslər və ümumiyyətlə perspektivi düşünənlər gərək təkliflərlə çıxış eləsinlər. Həqiqətən də bax belə karyera mərkəzləri və yaxud da məsləhətçilərə həqiqətən də ehtiyac var. Mən hər birinizə bir daha təşəkkürümü bildirirəm və ümid edirəm ki, biz çox qısa zamanda görüşəcəyik. Məhz bu konkret məsələ ilə bağlı da bir müzakirə aparacaq. Görüşərik.